Bu dəfə əllərimizi uzadıb iki yad kimi salamlaşdıq. Qəribədir, doğmalar kimi ayrılmışdıq. Yad insanların görüşü daha səmimi olur, ürəkdən isti, baxışdan dilli. Gərək o vaxt səni qoymayaydım getməyə, əllərindən yapışaydım kəlli. Əllərimizdəki qırışlar kimi qarışıq idi fikirlərimiz. Əl ilə tutanda da ayrı düşə bilirdik biz. Düşüncəmiz, baxışımız, ürəyimiz ayrılırdı. Əllərimiz ayrılmırdı. Əl çatmaz idi əllərimiz. Əllər ağrıyan yerlərə toxunmaq üçün ürəyin tapıntısıdır. Toxuna bilmədiyim ən gözəl ağrı sənin üçün darıxmağın ağrısıdır. Darıxmaq qürursuzluğum, darıxıb zəng etməmək qürurumdur. Bir qaldır ayağının altına bax. Tapdalanmış haqların arasından sağ çıxmaq ən böyük uğurumdur. İndi bu darıxmaq əsarətindən çıxa bilməmək kimi qorxularım da var. Sırf qanad qandalı olmadığı üçün quş olmaq arzularım da var. İndi səni, sən olmadığın yerlərə baxaraq görürəm. İndi ən şirin yuxularımı da oyaq görürəm. Bütün yollarımı bağlamışam. Çalışma qayıtmağa, unudacam. Misal üçün ən sevdiyim şəklimizə baxmaqdan başlayacam unutmağa. İndi xoşbəxt olacam. Payızı sənsiz qarşılayacam. Sən deməsən də əynimi qalın geyinəcəm bu qış. Xoşbəxtlik sözündə belə ahəng qanunu pozulub. Sən pozma, xoşbəxt olmağa çalış.